mən sizə çox asan və tez hazırlanan Aladinin reseptini verəcəm və bişirəcəm. Bunun üçün mən Aladinin ərzaqlarını sayıram. 500 ml qatıq, 5 qaşıq şəkər tozu, 2 çay qaşığı qabartma tozu və yarım çay qaşığı çay sodası, 200 qram un, 2 yumurta və 1 çimdik duz. Əvvəlcə biz yumurtanı əlavə edirik qatığın üstünə və onu çalmağa başlayırıq. Bir qədər çaldıqdan sonra şəkəri əlavə edirik. Bir çimdik duz, və qabartma tozu ilə çay sodasını əlavə edirik və çalırıq. Unu biz ən axırda əlavə etməyə başlayırıq, özü də hissə-hissə. İndi isə unu astaca, az-az, bir qaşıq demək olar ki, biz əlavə edirik və bunu yaxşıca çalırıq. Qatılıqda bizdə xəmir alındı. İndi isə bunu bişirməyə başlayacaq. Bunun üçün tavanı qazın üstünə qoyub, orta vam xodda yox, ancaq orta xodda bişirməyə başlayacağıq. Tava qızdıqdan sonra biz tavaya bitki yağı tökürük. Mən indi günə baxan yağından istifadə edirəm. Və xəmiri qaşıqla götürüb tavaya qoyuram. Əgər sizdə xəmir bir qədər sıyıq alınsa, siz ona yenidən un əlavə edə bilərsiniz. Çünki yumurtanın irisindən, böyüyündən asılı olaraq, sonra qatığın bərk və yaxud bir qədər sulu olmağı da rol oynayır. Bax, beləcə biz xəmiri tavaya tökürük. Bişdikcə biz onları çeviririk. Aladilərimiz hazırdır. Aladini xama ilə, şirini xoşlayanlar isə cem və mürəbbə ilə yeyə bilərlər. Nuş olsun.